Bakıda mağaza açılışında izdiham yaranı və müzakirəyə səbəb olub. Bu birinci dəfə deyil ki, bu insanlar, bunlar kimlərdir ki, gəlirlər bir-birlərini tapdayırlar, bir-birlərini əzirlər, təhqir edirlər, yıxılan kim, əzilən kim, ayaq altda qalan kim. Ən çox da qadınlardır. Arada bir kişilərin də keçəlbaşı görünür o izdihamın arasından. Amma qadınlar, qız uşaqları, bizdə çox maraqlı ki, endirim olmur. Endirim deyil, sadəcə olaraq mağaza açılışı olub. Biraz da endirim kampaniyası olub. Demək, endirim varsa insanlar birini döyüb öldürməlidir bir-birlərini. Hələ müğənniləri demirik. Təzə bir mağaza açılır, market açılır. Oxuyurlar, arxaları yenə də kameraya oxuyurlar. Nə bilim nə. Onlar elə bilir ki, insanlar onlara görə yığışır. Orada demirlər ki, oradan girəcəkdə yazılır. Bax, endirim var, yağın endirimi, bitki yağının, kərə yağının, pendirin, Naxçıvan pendirinin, Göyçay pendirinin. Demək ki, insanlar heç onları görmür. Hamı tələsir ki, içəri daxil olsun mağazaya, marketə. O müddətdə də bir-birlərini yaralayırlar, bir-birlərini söyürlər. Onun qızını, bunun oğlunu, onun ərini, onun sevgilisini söyür, təhqir edir, nələr baş verir. İnsanlar, niyə görə siz belə bu qədər maraqlısınız ki, hansısa marketin açılışında belə orada olasınız, orada görünəsiniz, orada qarşı durma yaradasınız. Endirim deyəndə ki, nə qədər endirim olacaq ki? Bir gün olmur ki, elə əgər endirimdəsə bir neçə gün bu endirim davam edəcək də, həmin gün getməyin, digər gün gedin orada alış-veriş edin də. Heç nə, bilmirəm də bizim ən çox da qadınlarımız, bəzi qadınlarımız. Görüntüləri görürəm, utanıram. Nə olub? Dünyanın axırıdır.